Məndən sənə hədiyyə olsun dostum. Biz illərin dostuyuq və hər kəs səni tanıyır. Dostlar, ikinci hədiyyəmiz isə olacaq hamının tanıdığı fitness trener Rinat Əfəndiyev. Bu insan da saç əkiminə ehtiyacı var. Now Here Time Azərbaycanda olanda o konsultasiyaya gəldi. Baxdılar edilər və ona okey verdilər və Rinat dedi ki, inşallah işləyim, biraz pul düzəldim, sonra gedəcəm. Timboli bu yaxınlarda onun evliliyi olacaq. Mən də istədim ona bugün hədiyyə edeyim. Zən bırak görək Rinat hardadır. Ha Murat. Nə edirsən qardaş? İşləyəm, nə gezəm? Bazar gün işləyirsən? Mən deyiliyim Murat. İşləmək lazımdır. Harda Qarabağdasan? Hə. Gələm səndən bir dənə vacib işim var. Nə olub? Gələm də deyəcəm sənə. Gözlə gələm orada getməyəcək. Ki arxam dedi burada. Bir dənə sıx görüm. Nə var, nə yox. Nə qalsın yenə? Çəkirik. Nə oqqabaysan yenə? Renat, gəlmişəm sən bu günə kompleksdən. Sən nə olub? Qulaq as, stop. Gəlmişəm sən kompleksdən azad eləməyə. Nə olar? Dostlar, bax, Renatın bu kompleks var. Qardaşım, sənə bir dənə saç əkimi hədiyyə edirəm. Məzələnsən. Allah haqqı sənə eləm, Renat. Allah Allah haqqı sənə eləm, Quran haqqı. Sən Now Here Time-a gəlmişdi. Bu məndən sənə hədiyyə olsun dostum. Biz illərin dostuyuq və hər kəs səni tanıyır. Prosta biz sabah getməliyik. Mənim pasportu ata bilərsən, hə? İndi Hə, pasportu gedə bilsən sabah mənlə. Amma bir nə şərtim var, sabah sən saç gözün Sabah? Sabah getməliyik, mütləq sabah çıxmalıyıq. Vallahi təbrik edirəm səni qardaşım. Bax, bax, bro. canın sağ olsun. Birini Orxana hədiyyə elədim. Birini sənə, bizim dostumuza, mənim köhnə dostuma. Səni təbrik edirəm. Mən tələssəm, gedim o sürpriz də verim sənə. Bir də qardaşım. Sağ ol. Xeyirli olsun. Sabah inşallah Renatla gedirik Türkiyəyə, bütün uşaqlarla. Bu da sənin hava xoşun olsun. Öpürəm.